xeyir, bayramınız mübarək olsun. Uzun müddətdir test izahı paylaşmırdım. Gəlin qaldığımız yerdən davam edək. Həzm sistemi, qidanın həzmi mövzusunda 30-cu suala qədər baxmışdıq. 31-ci sualdan davam edək. Mədaltı vəzinin hazırladığı həzm fermentləri verilən qida maddələrindən hansılarını parçalayar deyir. Gəlin əvvəlcə deyək ki, mədaltı vəzi hansı fermentləri hazırlayırdı? Mədaltı vəz hazırlayırdı tripsin, amilaza, bir də nukleaza. Bunu talan sözündən yadınızda saxlaya bilərsiniz, talan etmək. Tripsin jülalları parçalayır, deməli jülallar parçalanacaq. Amilaza karbohidratları parçalayır, saxarozanı götürürük. Glukozanı götürmək olmaz, çünki o sadə karbohidratdır, heç nə parçalanmayacaq. Vitamin də onun kimi sadə maddədir, heç nə parçalanmır. Lipaza da yağları parçalayır. 1, 2, 5 doğru cavab B bəndi olacaq. Nukleaza da nukleotidlərə təsir edir, parçalayır. 32. Mədaltı vəzin və qaraciyərin axarları həzm kanalının hansı şöbəsinə açılır? İkisi də mədaltı vəzi və qaraciyərdən nazik bağırsağın 12 barmaq bağırsaq hissəsinə açılır. 33. Apendiks həzm kanalının hansı hissəsinin çıxıntısıdır? Apendiks kör bağırsağın çıxıntısıdır. Doğru cavab Y bəndi. 34. İnsanda həzm kanalının hansı şöbəsində zülalların parçalanması başlayır? Qida əvvəlcə daxil olur ağız boşluğuna. Ağız boşluğuna təkcə karbohidrat parçalanır. Sonra qida borusu orada heç bir təsirə məruz qalmır. Daha sonra keçir mədəyə. Mədədə zülal da, yağ da ikisi də parçalanmağa başlayır. Doğru cavab A bəndi. 35. İnsanın həzm sisteminin hansı şöbəsində süd yağlarının həzmi başlayır? Yenə eyni tipdə sualdır. Yağın da, zülalın da həzmi mədədə başlayır. 36. Həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir? Yoğun bağırsaqda olan bağırsaq çöpü bakteriyaları K və B qrupu vitaminlərinin sintezində iştirak edir. Doğru cavab C bəndidir. Həzm prosesi zamanı əmələ gələn zəhərli maddələrin əsas hissəsi hansı orqandan keçərkən zərərsizləşdirilir? Zəhərli maddələrin 95% qədəri qaraciyərdə zərərsizləşdirilir. 38. Həzm kanalının hansı şöbəsində zülallar, yağlar və karbohidratlar fermentlərin təsiri ilə parçalanır? Əvvəlcə qida daxil olur ağız boşluğuna. Ağız boşluğuna təkcə karbohidrat parçalanır, zülal, yağ yox. Sonra keçir qida borusu, orada heç bir təsirə məruz qalmır. Daha sonra keçir mədəyə. Mədədə də karbohidrat parçalanmır, zülal yağ parçalanır. Daha sonra keçir nazik bağırsağa. Nazik bağırsaq doğru cavab olacaq, çünki orada həm zülala, həm yağa, həm karbohidrata təsir edən fermentlər vardır. 39. Bağırsaq xovlarından hansı damarlar çıxır? Kimyəvi dəyişikliyə məruz qalmış qida nazik bağırsaqdakı xovlardan qana və limfaya sorulur. Yəni, vena və limfa kapillyarları çıxmış olacaq. İnsanın mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Mədə şirəsi zülalı yağı parçalayır. Doğrudur. Yalnız turş mühitdə təsir göstərir. Doğrudur. Yazıb yalnız yağları parçalayır. Yalnız yağları yox, həmçinin zülalı da parçalayır. Ona görə C bəndi yanlış olacaq. 41. İnsan orqanizmində üzvü maddələrin həzm olunması əsasən hansı orqanda başa çatır deyir. Əsasən hansı orqanda dediyinə görə nazik bağırsağı götürəcək. Nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansı baş verə bilər? Gəlin deyək əvvəlcə ki, xovların funksiyası nə idi? Kimyəvi dəyişikliyə məruz qalmış qida bu xovlardan sorulurdu qana və limfaya. Əgər bu xovların fəaliyyəti azalsa, demək ki, qida qana kifayət qədər sorulmayacaq. Doğru cavab Y bəndidir. 43. 16 yaşlı yeniyetmənin ağzında neçə diş olur? Yetkin insanda 32 ədəd diş olur. Onlardan 4 dənəsi ağıl dişdir.
16 yaşlı yeniyetmədə hələ bu ağıl dişlər çıxmayıb. Yəni 28 dənə dişi olmuş olacaq. Doğru cavab D bəndidir. 44. Aşağıdakı cərgələrdən hansında insandakı həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı düzgün göstərilmişdir? A-da yazıb ağız boşluğu udulaq, qida borusu, mədə, yoğun bağırsaqdan sonra nazik bağırsaq yazıb. Ona görə yanlışdır. Ağız boşluğu udulaqdan sonra qida borusu olmalı idi. B də səhvdir. Ağız boşluğu udulaq, mədə yazıb. Bu heç olmaz. Ağız boşluğu udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq. Anus doğru ardıcıllıqdır. 45. Turş mühitdə hansı yağ həzm olunur? Turş mühit deyəndə ağlımıza mədə gəlir. Çünki mədədə turş mühitdir. Yəni, sual budur ki, mədədə hansı yağ həzm olunur? Mədədə olan fermentləri deyək, pepsin, ximozin, baş hərflərini yazıram. Bir də ki, lipaza. Bunu paxıl sözündən yadda saxlaya bilərsiniz. Paxıl sözündəki samitlər, PX ilə. Pepsin hüceyrələrə təsir göstərir, ximozin süd yağlarına, süd yağlarına ilə doğru cavab C bəndi çıxdı. Lipazadakı ximozin süd hüceyrələrına, lipazadakı süd yağlarına təsir göstərir. Süd yağları doğru cavab C bəndi olacaq. Bir də onu da yadınıza ki, mədədə bitki yağları, zeytundur, günəbaxandır, əsla parçalanmayacaq. Mədə fermentləri bitki yağlarına təsir göstərmir. B ilə Y onsuz da çıxmışdı. Mədədə bizə nə süd yağları parçalanır. Nəyin təsiri ilə? Lipazanın təsiri ilə ximozində süd zülallarını parçalayır. 46. Söylənlərdən hansı mədaltı vəz haqqında yanlışdır? Axacaqları 12 barmaq bağırsağı açılır. Doğrudur. Həm qaraciyər, həm mədaltı vəz 12 barmaq bağırsağı açılır. İfraz etdiyi fermentlər yağların, zülalların, karbohidratların parçalanmasını təmin edir. Doğrudur. Karbohidrat mübadiləsində yalnız xarici sekresiya vəzsi kimi iştirak edir. Xarici yazıb burada, xarici yox, daxili sekresiya vəzsi kimi iştirak edir. Bu yanlışdır. Mədaltı vəz insülin, glikagon hormonları hazırlayır. İnsülinin funksiyası qanda glikozanın miqdarını düşürməkdir. Glikozanı glikogenə çevirir. Glikagon da glikogeni əksinə glikozaya çevirir. Bəzi insanlarda qanda şəkərin miqdarı artır, mədaltı vəzin funksiyası pozulduğu üçün. Onlar xaricdən insülin iynəsi vururlar şəkər xəstələrində. Yəni, axacağı yoxdur da, birbaşa qana açılır. Xarici yox, daxili sekresiya vəzsi olmalı idi. 47. İnsanın fərdi inkişafında əvəz olunmayan ancaq böyük azı dişləridir. İnsanın diş aparatının neçə süd dişi var? İnsanın diş aparatında 20 süd dişi var. Doğru cavab D bəndidir. Mədaltı vəzin fermentləri həzm kanalının hansı şöbəsində, hansı maddənin təsirindən sonra fəallaşır? Ödün funksiyalarından biri o idi ki, mədaltı vəzin fermentlərini, xüsusilə lipazanın təsirini gücləndirməkdir. 12 barmaq bağırsağı açılır axacaqda. Doğru cavab D bəndidir. 49. Yetkin insanın daimi dişlərinin sayının ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına olan nisbəti. Yetkin insanın daimi dişlərinin sayı neçə dənədir? 32 dənədir. Yetkin insanın daimi dişlərinin sayı 32. Bunun nəyə nisbəti? Ağıl dişi çıxmamış yeniyetmədə. Ağıl dişləri 4 ədəddir. Yəni ki, 28 dənə dişi var, hələ 4 dənə ağıl dişi çıxmıyor. 32-nin 28-ə nisbəti də eləyəcək. 4-ü ixtisar aparanda 8-in 7-yə. Doğru cavab B bənd olacaq. 50. Yetkin insanda normada alt çənədəki köpək dişlərinin sayının bu çənədəki böyük azı dişlərinin sayına olan nisbəti. Deməli, köpək dişlərimizin ümumi sayı 4 ədəddir. Alt çənədə də bunun ikisi yerləşir. 2-nin nəyə nisbəti? Bu çənədəki, yəni alt çənədəki böyük az dişlərinin sayına. Böyük az dişlərinin sayı 12 ədəddir. Alt çənədə də bunun 6-sı yerləşir. 2-nin 6-ya ixtisar gedəndə qalacaq 1-in 3-ə. Doğru cavab A bəndidir.
51. Yetkin insanda normada alt çənədəki böyük yazı dişlərinin sayının bu çənədəki kəskin dişlərinin sayına olan nisbətini istəyir. Alt çənədəki böyük yazı dişlərinin sayı 6 ədəddir. 6-nın bu çənədəki kəskin dişlərinin sayı ümumi 8-dir. Alt çənədə də 4-ü yerləşir. 6-nın 4-ə 2 ixtisar aparanda qalacaq. 3-ün 2-yə doğru cavab B bəndidir. 52. Həzm hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır. İri vəz axacağı. İri vəzlər hansılardır? 3 cüt iri ağız suyu vəzisi açılır ağız boşluğuna. Baxın, alçı ağız boşluğuna açıldı. Qaraciyər bir də mədə altı vəz. O ikisi də açıldı 12 kanal bağırsağa. Daha çoxu açılır ağız boşluğuna altısı. Doğru cavab Y bəndidir. 53. Həzm kanalına kanaldan kənarda yerləşən cəmi neçə iri həzm vəzinin axacağı açılır. Həzm kanalını, yəni ümumi soruşur. 6 ağız boşluğuna, ikisi də 12 kanal bağırsağı açılır. Cəmi 8 ədəd. İnsanda həzm kanalından kənarda yerləşən neçə həzm vəzinin axacağı 12 barmaq bağırsağa açılır. İkisi. Doğru cavab Y bəndidir. İnsanın həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər. Az öncə dedik, zülallar başlayır əvvəlcə mədədə həzm olunmağa, mədədə tutuş mühitdir. Daha sonra keçir nazik bağırsağa, orada da qələvi mühitdir. Doğru cavab B bəndidir. 56. Normal ontogeniz zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəsici dişlər çıxarılarsa, alt çənədə kəsici dişlərin sayı neçə dənədir? 4 dənədir. Yəni 4 dənəsi çıxarılarsa. Qalan dişlərin sayına yetkin insanda olan dişlərin sayının nisbəti. 13 yaşlı uşağın ağız boşluğunda 28 ədəd diş var. Bunun 4 ədədi çıxarılsa, qalacaq 24 dənə. Qalan dişlərin sayını yetkin insanda olan dişlərin sayı da 32-dir. 8-i ixtisar aparanda qalacaq 3-ün 4-də. Doğru cavab A bəndidir. 57. Normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişlər çıxarılarsa, köpək dişlərin hamısı, yəni 4-ü də çıxarılsa, yenə eyni nisbət 24 dənə diş qalacaq. Yetkin insanda da 32 diş var. Nisbət edəcək 3-ün 4-də. Doğru cavab Y bəndidir. 58. Hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşularının miqdarının dəyişməsini göstərir? Deməli, qrafikdə əvvəlcə ağız boşluğunu göstərir. Biz də bilirik ki, ağız boşluğuna təkcə karbohidrat parçalanır. Zülal yağ parçalanmır. Parçalanmırsa, deməli, zülal parçalanmayacaq, amin turşusunun sayı da artmayacaq. Çünki bilirik ki, zülal amin turşusuna parçalanır. Zülal parçalanmayanda amin turşusunun sayı da artmayacaq. Yəni, bu hissədə sabit olmalıydı. Sabit də uyğun gəlir C bəndinə. Ağız boşluğunda əvvəlcə amin turşularının sayı sabitdir. Çünki parçalanmayıb zülal. Mədə və 12 barmaq bağırsaqda parçalanıb sayı artmış olacaq. Doğru cavab C bəndidir. 59. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Qida borusu əsasən döş boşluğunda yerləşir. Şəkildən görə bilərsiniz. Şəklə əsasən hansı ifadə doğru deyil? 3-ün, deməli 1 ilə qida borusu, 3 ilə mədə, 2 ilə 12 barmaq bağırsağı göstərir. 3-ün şirəsinin fermentləri karbohidratı həzm etmir. Bəli, mədə karbohidratı həzm etmir. A, doğrudur. Bizdən yanlış istəyir. 1-ə yağ, karbohidrat, zülal daxil olur. Bəli, qida borusunun içində daxil olacaq. Bəzən deyirlər ki, bəs ağız boşluğuna karbohidrat parçalanır. Axı, necə olur ki, qida borusuna karbohidrat daxil olur? Ağız boşluğunda mürəkkəb karbohidrat sadə karbohidrata parçalanır da. Yenə karbohidrat daxil olmuş olacaq. Amma sadə karbohidrat. B də doğrudur. 3-də gliserin və yağ turşuları yoxdur, deyir. Hə. Gliserin və yağ turşusu nədir? Yağ parçalananda gliserin və yağ turşusu alınır. Bilirsiniz ki, mədədə də zülal da parçalanır, yağ da parçalanır. Deməli, yağ parçalanacaq gliserinə və yağ turşusuna. Deməli, mədədə
Gliserin olacaq, yağ turşusu olacaq. Niyə olur ki? C bəndi yanlışdır. İstedisə o birlərdə baxaq. 3-də süd yağlarını parçalayan fermentlər var. Mədənin fermentləri pepsin, xumozin, lipaza. Lipaza süd yağlarını parçalayır. Ona görə D doğrudur. İçiyə karbohidratlar daxil olur. 12 barmaq varsa karbohidrat daxil olur. Bu da doğrudur. Yanlış cavab C mənzidir. 60-cı suala qədər baxdıq. Çalışacağım daha test izahları çəkim paylaşım. Ümid edirəm hər biriniz üçün faydalı olur test izahlarım. Sağ olun.